Varlı adam və Lazar. Bir il əvvəl. Kömək eləyin, kömək eləyin. Kömək eləyin. Sən nə cəsarətlə mənə toxunursan? Mənim də sənin kimi murdarlanmağımı istəyirsən? Gərək sənə qapımda dilənməyə yol verməzdim. Bağışla məni ağa, bağışla. Neçə gündür heç nə yeməmişəm. Düşündüm heç olmasa süfrəndən tökülən tikələrdən nəsə yiyərəm. Süfrəmdən tökülən tikələrdən. Bəs onda itlər nə yiyəcək? Mənim vacib işim var. Götürün, bunu yandırın. Bu murdarlandı. O axır ki gəlib çıxdı. Əziz qardaşım, sənin üçün nə etməyimi istəyirsən? Biz çoxlu xərc çəkmişik. Görürəm. Varlı bir adam var idi. O, tünd qırmızı, incə kətandan paltar geyinərdi və hər gün cahcalal içində kef eləyərdi. Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. Lazar, varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı. Vaxt gəlib çatdı. Hər iki adam bu həyatdan köçüb əbədiyyətə qovuşdu. Kömək eləyin!
kömək eləyin. Mənə kömək eləyin. Kömək eləyin! Kömək eləyin. Xoş gəlmisən. İbrahim ata? Bəli. Bəli, mən İbrahiməm. Cənnətə xoş gəlmisən. Cennet? Bəli, bura cənnətdir. Cənnət! Biz sənin şərəfinə ziyafət hazırlamışıq. Bəli, bəli, gəl gedək. İbrahim ata! İbrahim ata! Mənə mərhəmət elə! Mən səni Lazarla birlikdə gördüm. Onu yanıma göndər. Qoy barmağının ucunu suya batırıb dilimə toxundursun. Mən balov içində əzab çəkirəm. Əzab çəkirəm. Oğlum, yadına sal ki, sən həyatında yaxşı şeyləri, Lazarsa pis şeyləri almışdı. İndi o təsəlli tapır, amma sən əzab çəkirsən. Xahiş edirəm. Xahiş edirəm. Bundan başqa sizlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər. İbrahim ata, elə isə yalvarıram sənə. Lazarı mənim atamın evinə göndər. Çünki 5 qardaşım var. Qoy gedib onlara xəbərdarlıq eləsin ki, onlar da bu istirab yerinə gəlməsinlər, gəlməsinlər! Onlarda Musanın və peyğəmbərlərin sözləri var. Qoy qardaşların onlara qulaq assınlar. Xeyr. Xeyr! Amma kimsə ölülərdən biri onların yanına gəlsə, onda tövbə eləyərlər. Xeyr, əgər onlar Musaya və peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə inanmazlar. Xahiş edirəm. Yox. Xahiş edirəm. Yox. Xahiş edirəm. Yox. Yox. Lazar, gəl atanın sənin üçün hazırladığı yerə gedək.
Biz indi onun var-dövlətini öz aramızda bölə bilərik. Biz hamımız varlı olacağıq. Onun istəyi də elə bu idi. Görəsən o indi hardadır? O bu dünyada varlı idi. Yəqin ki, o biri dünyada da varlı olacaq.